2026-cı ilin model testlərindən növbəti izahımız 23-cü sualın izahıdır. 23-cü sualda gəlin görək nə deyir? Sualda deyir ki, müəllim redaktə olunması üçün şagirdə informasiya həcmi 5 MB olan sənədi, yəni sənədimizin həcmi bərabərdir 5 MB-a. 5 MB-a bərabərdir. Ötürmə məsələləri olduğu üçün həcmi 2 ilə işarələdik və ötürməyə sərf olunan sürət isə V bərabərdir 2/22 bit bölək saniyədir. Və gəlin görək bunun biz sürətini tapsaq, daha doğrusu zamanı tapsaq ki, 5 MB-lıq həcmi olan bir məlumatı 222 bit bölünsün saniyə ilə, yəni sürətlə hansı zamanı ötürüb? T bərabərdir 5 vuruq 2/23 MB-dadır bitə çevirdik. Bölsək 222-yə bu edəcək 10 saniyə. Daha sonra bizə nə deyir? Deyir ki, şagird sənəddəki məlumatın 5/3 hissəsini silib. 5/3 hissəsini silibsə qaldı 5/2 hissəsi. 5/2 hissəsinə görə həcm nəyə bərabər olacaq? Bunu 5 MB-a vursaq, bu edəcək 2 MB. Yəni bu məlumatın 5 MB-ın 5/3 hissəsi silinibsə 5/2 hissəsi qalıb. 5/2 hissəsi neçə MB edir? 2 MB eləyəcək. 2 MB-dirsə bitə çevirsək bu edəcək 2/24 bitə bərabərdir. Daha sonra sənədə 128 vurulsun 1024. Artıq şəkil əlavə edib. 128 vurulsun 1024 deyirsə 2/7 vuraq 2/10 və 256 rəngli palitra deyirsə, yəni bunun rəng saları 256-dır. Rəng dərinliyimiz isə 2/3-dür. Yəni 8-dir. Yaradılmış 2 təsvir. Vuraq 2 və Unicode qrafik informasiyaya təsir etmir. Bunların həcmini tapsaq 217, 20, 2/21 bit. Bu qrafik həcmdir. Sənədin mətn hissəsinin həcmi isə Unicode-da yazılıb. Yəni 2/6 vuraq 2/6 vurulsun 2/2. 4 səhifəlikdiyinə görə 2/2-yə vururuq və Unicode-a görə 2-yə vururuq. Bu edəcək 14, 15, 2/15 byte edəcək. Çünki simvol tiplər byte-da olur. Və biz də digərlərini bitdə tapdığımız üçün, byte-da tapmaq üçün 2/3-ə vuracağıq. Edəcək 18. Bəs yaxşı görək bu sonradan ümumi həcm nə qədər olub? Sonrakı ümumi həcmimiz, bizim ümumi həcmimiz olub 2/24 bit üstə gələk 2/21 bit həcmimizdir, sonrakı həcmimiz. Üstə gələk 2/18 bitə bərabər olub. Aha. Və sürəti isə bunu deməli V bərabərdir 2/18 bit bölünsün saniyə ilə ötürüb. Bu zaman zaman nəyə bərabər olacaq? T bərabərdir 2/24 üstə gələk 2/21 üstə gələk 2/18-i biz 2/18-ə bölsək, hamısını 2/18-ə bölsək, 2/24-ü 2/18-ə bölsək 2/6, üstə gələk 2/21-i 2/18-ə bölsək 2/3 və 2/18-i 2/18-ə bölsək 2/0. 64, 64-ün 72 və bir də bu 73. Bu isə sonradan, yəni sərf olunan zamandır. Ümumi zamanı soruşduğuna görə 10 saniyə və 73 saniyə birlikdə edəcək 83 saniyə. Yəni 23-cü sualımızın düzgün cavabı 83 saniyə. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.